Abbasqulu Ağa Bakıxanov küçəsi şəhərin şərq və qərb hissələrini əlaqələndirən əsas arteriyalardan biri. Bu küçədə darboğaz effekti nəqliyyat şəraitini çətinləşdirir. Belə ki, Bakıxanov küçəsi ilə Rəşid Behbudov küçəsi istiqamətində düzünə hərəkət etdiyimiz zaman nəqliyyat axınları 3 hərəkət zolağından 2 hərəkət zolağına keçmək məcburiyyətində qalır. Bu da yolun buraxma qabiliyyətini aşağı salır və sıxlığa səbəb olur. Nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədi ilə burada yeni layihə icra olunacaq. Abbasqulu Ağa Bakıxanov küçəsində zolaqların silinərək yenidən təşkil edilməsi ilə Səməd Vurğun küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılacaq. Əks istiqamətdə isə zolaqların sayı eyni saxlanılacaq. Dəyişiklikdən sonra darboğaz effekti aradan qaldırılacaq və nəqliyyat vasitələrinin hərəkəti daha da asanlaşacaq.